Dövlət başçımızın özünün ifadə etdiyi kimi artıq ölkədə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Mürəkkəb beynəlxalq konjunkturaya baxmayaraq, rasional siyasət bizə sosial-iqtisadi inkişafın intensiv dinamikasına, energetika sisteminin tam modernləşməsinə, yol infrastrukturunun qurulmasına və müasirləşdirilməsinə imkan verir. O cümlədən də təmsil etdiyim Biləsuvar rayonu da bu reallıqlardan tövhəsini alıb, orta dəhlizin vacib segmenti olan Zəngəzur dəhlizini aparan Qarabağa gedən yol Biləsuvardan keçir. Bu rayon iqtisadiyyatı üçün müstəsna perspektivlər yaradır. Regionda ən iri günəş elektrik stansiyası hazırda Biləsuvarda inşa olunur. Təbii ki, bu və digər çoxsaylı məsələlərə görə mən öz adımdan, seçicilərimiz və bütövlükdə rayon ictimaiyyəti adından möhtərəm prezidentə qayğısını rayonumuzdan əskik etməyən Mehriban xanım Əliyevəyə təşəkkür edirəm. Eyni zamanda büdcə formalaşarkən bizim üçün prioritet olan bir məsələnin Biləsuvar rayonunda içməli və suvarma suyun təminatının təkmilləşdirilməsinin, həmçinin rayon mədəniyyət mərkəzi və mərkəzi stadionunun təmirinə köməklik göstərilməsini aidiyyatlı strukturlardan xahiş edirəm.